İnsan ailəni Allah üçün qurursa, məqsədi ailəni razı salmaq olacaq. Özünü təmin eləmək olmayacaq ailə vasitəsilə. Gəldi bir İmam Baqir əleyhissalamın yanına, gördü qəribə paltar geyinir. Yəni qəribə bu mənada ki, imam adətən belə paltar geyinməz. Soruşdu ki, ağa, nəcə belə paltardasınız? Yəni xas deyildi o cəmiyyətdə də o geyim. Deyirdi ki, həyat yoldaşım imam cavab verir. Belə geyinməyimiz. Geyimimi onun zövqünə uyğunlaşdırıram, Allaha razı salmaq. Bu bir kiçik hərəkətdə imam davranışın üslubunu ailə daxilində onu bəyan edir ki, uyğunlaşmadır ailə. Bu sənə uyğunlaşsın, sən ona uyğunlaş. O sənə, sən ona uyğunlaş. Allaha bəndə olmaq üçün. Uyğunlaşmaq üçün sən nə qədər özünlə mübarizə aparırsan, onun xoşuna gəlmək üçün, onun istədiyini eləmək üçün öz istəyivə yox deməlisən axı. Bu proses bizə nə qədər nur gətirir insana ailə daxilində. O uyğunlaşmaq üçün özü ilə mübarizə aparmaq. Ailədə cəmaət, ailə üzvləri bir-birinə diqqət və məhəbbət göstərsə, üzr istəyirəm ifadəmə görə, cəmaət başqa yerdə məhəbbət və diqqət dilənçisi olmaz. Bəziləri dillənir, diqqət dilənir cəmiyyət.